Salam dəyərli abituriyentlər. Bugün ayın 1-i, iyunun 1-i 2025-ci ildə keçirilmiş fizika testlərinin izahına baxırıq. Variant A-dır məndəki. Başlayaq birinci sualdan. Mayelərdə Paskal qanununun doğruluğunu hansı cihazla yoxlamaq olar? Bilirik ki, Paskal qanunu təzyiqlə bağlı qanununda düzdür. Deyir ki, maye və qazlarda təzyiq hər tərəfə bərabər ötürülür. Yəni təzyiqlə bağlıdır. Təzyiqlə bağlı olduğuna görə də təzyiqlə bağlı olan cihazlar götürərək, o da manometrdir. Ona görə cavabı Y variantı olaraq qəbul eləyirik. Məsələn, higrometr şey nöqtəsini ölçür demişdir, rütubətlə bağlıdır. Areometr sıxlığı ölçür, psixometr yenə rütubəti ölçür, barometr aneroid atmosfer təzyiqini ölçür. Ona görə digərlərini götürə bilmirik. Cavab olur Y variantı. 32. Koordinatın zamanlaması qrafikinə əsasən harmonik rəqs edən cismin təcrübinin amplitude qiymətini hesablayın. Təcrübinin amplitude qiymətinin düsturunu yazsaq, A maksimal bərabərdir. Omega kvadratı x maksimum şəklində yaza bilərik. O da bərabərdir yazsam. İndi omeganı tapım qıraqdır. Omeganın düsturu nədir? 2 pi bölünsün t bərabərdir. 2 vurulsun pi-ni yerinə 3 verib t-ni tapmalıyım. T-ni tapmaq üçün bax buradan 1, 2, 3, 4 sayıram. Gəldi hara düşdü? 4 saniyə düzdür. Bax buradan gəldi 4 saniyə düşdü. Ona görə t-nin yerinə də 4 yazıram. Deməli 6 bölünsün 4 tapıram. Kvadrat olduğuna görə 36 bölünsün 16 yazdım. Vurulsun x maksimum, o da buradan görürəm ki 0,8. Vurulsun 0,8 yazdım. Bərabərdir. İndi hər tərəfi 10-a vursam bu 8, 7. Bu 8 ilə 16 getsə 20. 36-nı da 20-yə böləndə 1,6 cavabı Y variantı alırıq. Daha doğrusu 36-nı böləndə 1,8 verir. Cavabı C variantı alırıq. 33. Sürtünmə əmsalı mü bərabər 0,5 olan üfüqi səthi üzərində kütləsi 2 kiloqram olan arabacıq F bərabər 25 Newton dartı qüvvəsinin təsiri ilə hərəkət edir. Hansı qrafik arabacığın sürətinin proyeksiyasının zamanlılığını ifadə edir? Deməli, dartı qüvvəsi verilib. Biz sürtünməni tapaq, görək bu cisim necə hərəkət edir. Mü N-dir, düstur. Bu hala uyğun da açsam, mü M, J yaza bilərəm. Yazdım bərabərdir. Mü verib 0,5. Vurulsun 2, vurulsun 10. Bu bərabərdir. 10 alıram. İndi bax, F sürtünməni 10 tapdım. F dartı da 25-dir. Deməli, görürəm ki, F dartı böyükdür F sürtünmədən. Əgər dartı böyükdürsə, bu cisim bərabər yeyinləşən hərəkət eləyəcək deməkdir. Bərabər yeyinləşən hərəkət eləyirsə, bax, qrafiklərdən sıfırdan uzaqlaşanı seçməliyəm. A getdi. Burada ümumiyyətlə sabitdir deyə gedir. Bu da yavaşlayan deyə getdi. Sıfırdan uzaqlaşan lazımdır. Qaldı C və D variantları. İndi baxıram V-nin istiqamətinə. Bax, burada X oxu sağa tərəf verilib. V amma sola tərəfdir. Bu nə deməkdir? X oxunun əksinə hərəkət eləyir deməkdir. X oxunun əksinə olmasını da burada bu şəkildə göstərir. Yəni, qrafik 4-cü rübdə olmalıdır. Ona görə cavabımız D variantı olur. 34. Bunun aşağısını silim. M1 və M2 kütlələri 2 maddi nöqtə arasındakı qravitasiya qüvvəsi F-dir. Kütlələri M1, M3 olan nöqtələr arasında qravitasiya qüvvəsi nəyə bərabərdir? Deməli, qravitasiya qüvvəsinin düsturunu ümumiyyətlə yazım. F bərabərdir. Birinci, 1-dən 2 üçün yazıram. Elə burada F, buraya yazıram. F1, 2 bərabərdir. J vurulsun. M1, M2, M1, M2 yaza da bilmədim. M2 bölünsün R-in kvadratı. R nədir? Aradakı məsafət də düzdür. Baxıram 1 buradadır, 2 də buradadır. Aralarındakı məsafə nə qədərdir? 1, 2 də 2-nin kvadratı 4 yazıram. Bizə şərtdə deyir ki, bu F-ə bərabərdir. Deyir 1 ilə 3 arasındakı nəyə bərabərdir? F1, 3 yazıram. Bərabərdir. J vurulsun. M1, M3 bölünsün. İndi M1 ilə M3 arasındakı məsafəyə baxıram. 1, 2, 3, 4 dama. Kvadratı 16. Bu nəyə bərabərdir deyir. Yazıram bərabərdir. İndi belə bir şey eləyim. Bax, yuxarıda J vurulsun M1-in yerinə 4F bölünsün M2 yaza bilərəm. Burada da gəlim eyni şeyi əvəzləyim. Yazıram 4F bölünsün M2. Bax, yuxarıdan J vurulsun M1-i tapdım.
4f bölünsün m2. Gəldim aşağıda yerinə qoydum. Qalan hər şeyi yazım. 16. Burada da m3. Bərabərdir. Bərabərdir. Bu 4 ilə 16 getsin. Burada qalsın 4. Bizə şərtdə deyir ki, m3 2m2-yə bərabərdir. Ona görə bu ilə bu getsə, burada da 2 qalar. Bu 2 ilə də bu 4 getdi, burada qaldı 2. Deməli, nəticədə f bölünsün 2 qaldı cavabımız. Ona görə cavab olur B variantı. Bax belə. 35. Kvadratın mərkəzində elektrik sahəsinin intensivlik vektoru hansı istiqamətdə yönəlmişdir? Birinci bunu yada salaq ki, elektrik sahəsinin intensivlik vektoru müsbətdən uzaqlaşır, müsbətdən qaçır. Mənfiyə doğru olur. Deməli, bax, orta nöqtədə. Mənfidən başlayıram. Mənfinin ki, özünə doğrudur. Bunu göstərməyim. Mənfinin ki, özünə doğrudur. Bu da görünmədi, hə? Yaxşı, elə qarayla göstərim. Mənfinin ki, özünə doğru. Sonra, buradakı mənfinin ki, yenə özünə doğru. Bu da özünə doğru, bu da özünə doğru. Sonra müsbətin ki, özündən qaçır deyə bu tərəfə doğru. Buradakı müsbətin ki, yenə özündən qaçır deyə bu tərəfə doğru. Və nəticədə, bax, bu tərəfdəkilərin əvəzləyicisi belə oldu. Bu tərəfdəkilərin əvəzləyicisi belə oldu. Paraleloqram qaydasına görə də bunların əvəzləyicisini tapanda yuxarı, yəni 3 istiqamətində olar. Ona görə cavabımızı A variantı qəbul edirik. 36. Sabit həcmdə verilmiş kütləli qazın mütləq temperaturunu 3 dəfə azaltdıqda onun təzyiqi 500 paskal azaldı. Qazın təzyiqinin əvvəlki qiyməti nə qədər idi? Baxaq. Deməli, sabit həcmdə verilmiş kütlə dedi. PV böl T bərabər konstantdan sabit həcm dediyinə görə P böl T bərabər konstant yaza bilirəm. Buradan görürəm ki, P ilə T düz mütənasib asılıdır. Deməli, temperaturunu 3 dəfə azaltdıqda təzyiq də 3 dəfə azalar. Təzyiqin 3 dəfə azalması nə deməkdir? P bölünsün 3-də. Yazdım bərabərdir. Bir də deyir ki, qazın təzyiqi 500 paskal azaldı. Qazın təzyiqi 500 paskal azaldısa, P minus 500 yaza bilərəm. Və salam, buradan çarpaz vururam, hesablayıram. Buranı təmizləyim. Çarpaz vururum, hesablayım. Deməli, 3P minus 1500 bərabərdir P. 2P bərabərdir 1500-ə. P də bərabərdir 750-yə. Və salam, cavabımız 750, yəni D variantı olur. Bu da bu şəkildə. Bu tiplərdən qəbul demək olar ki, hər il düşür. Hər il qabağımıza çıxır bunlardan. 37. Fotoeffekt zamanı udulan fotonun enerjisi çıxışından 3 dəfə böyük olarsa fotoelektronların maksimal kinetik enerjisi nəyə bərabərdir? Fotoeffektdə bir dənə düsturumuz var idi. Hamısı onun üstündə fırlanırdı da. Y foton bərabərdir. Y kinetik üstəgəl A çıxış. Bizə deyir ki, fotonun enerjisi çıxışından 3 dəfə böyükdür. Yəni, Y foton bərabərdir 3A çıxış yaza bilirəm. İndi gətirim fotonun yerinə 3A çıxış yazım. Yazıram 3A çıxış bərabərdir Y kinetik üstəgəl A çıxış. Buradan Y kinetik bərabərdir 2A çıxış alıram. Və son cavabımız elə bu olur. Yəni Y variantı. 38. Sabit qüvvənin təsiri ilə müxtəlif cisimlərin aldığı təcillərin yüklərin asılı qrafiki verilib. Bu qüvvənin qiymətini hesablayın. Newtonun ikinci qanunu, yəni F bərabərdir MA-nı yazdım. Bərabərdir yazıram. Burada əsas yadda saxlamalı olduğumuz şey, yəni sizdən yoxlamaq istədikləri şey, bax, bu aralığı götürməyinizdir. Yəni, bu perpendikulyarları ancaq götürə bilərsiniz. Ancaq bu qırıq-qırıq xətlərin uclarındakı kəmiyyətləri götürə bilərsiniz. Yəni, ya 8-dən 5 ya da 4-dən 10 hər ikisini vuranda 40 cavabını alırsınız deyə cavabınız A variantı olur. 39. Naqillərin müqavimətləri arasında münasibət doğrudur. Düsturumu yazırım. I bərabərdir. U bölünsün R. Bax, belə bir dənə perpendikulyar endirdim. Hamısı üçün U-nu sabit saxladım. Görürəm ki, I ilə R tərs mütənasib asılıdır. Onda deməli, R kiçik olanda I böyük olur. Bax, bu 3-ə uyğun gələn I-dir. Bu 2-yə, bu da 1-ə uyğun gələn I-dir. İndi bax, ən çox I hardadır? 3-cüdə. Deməli, ən az R elə 3-cüdə olmalıdır. Deməli, R3 kiçik olmalıdır. R2-dən o da kiçik olmalıdır. R1-dən, yəni cavabımız B variantı olmalıdır. Hardan tapdıq? I ilə R-in tərs mütənasib asılı olmasından.
Məsələlərdə işləyəndə həmişə bu şəkildə demişdik ki, i ilə r bir-birinin düşmənidir. Yəni belə. Bu belə. 40. Bir cisim aqs sahəsində çevre üzrə hərəkət edən yüklü zərrəcinin impulsu azaldılarsa, onun dövrətmə periyodunu və cızdığı çevrənin radiusunu hesablayın. Dövrətmə periyodunun düsturu nə idi? Qabda 2 pomidor. Qabda 2 pomidor. Bizə deyir ki, zərrəcinin impulsu azaldılarsa, P azalırsa, P bərabərdir MV düsturundan V də azalır. Çünki düz mütənasib asıldılar. Baxıram, düsturda V varmı? T'nin düsturunda yoxdur. Deməli, T dəyişməz. A, B, C getdi. Bir də cızdığı çevrənin radiusunu soruşur. Radiusuna baxa bilərik amma. MV bərabərdir QB R düsturundan, R bərabərdir MV bölünsün QB yazsam, V azaldığı üçün R də azalır. Ona görə cavabımız D variantı olar. 41. Başlanğıc koordinatları eyni olan iki cismin sürətinin zamanı asılı qrafik verilib. Hansı zaman anında cismlər arasındakı məsafə ən böyük olar? Cismlər arasındakı məsafə ən böyük olar. Deməli, cismlər arasındakı məsafə ən böyük olsun. Bunun ən böyük olması üçün bax bu V-lərin bərabərləşdiyi anı götürürük. Bax, bunu topluda sualda belə əzbər yadda saxlayaq demişdik. Burada sahədən də baxa bilərik. Bax, birincinin getdiyi fiqurun sahəsinə bax. Burada düzdür. İkinci fiqurun getdiyi sahəyə bax. Bax, bu hissədir. Görürsünüz, bax, bu bundan qabağa düşür. O birisi də geri qalır. Deməli, burada bax, sahələr fərqi var, gördüyümüz kimi. Bunların 2 daha çox yol gedib də, yəni 2 birdən daha çox yol gedib. Bizə deyir, aradakı məsafə harda ən böyük olur? Elə ən böyük olduğu nöqtə, bax bu nöqtədir. Yəni 4 nöqtəsi, yəni D variantı. 42. Harmonik rəqs edən yaylı və riyazi rəqqaslar verilmişdir. Tezliklər bərabər olarsa, riyazi rəqqasın uzunluğunu hesablayın. Deməli, bizə deyir ki, rəqs tezliyi bərabər olarsa, bunu da tezliyini düsturunu yazaq, soldakını da sağdakını da. Deməli, nü1 bərabərdir, nü2-dir deyir bizə. Birincinin tezliyi nədir? 1 bölünsün 2 pi, kök altda k bölünsün m. Bərabərdir, 1 bölünsün 2 pi, kök altda j bölünsün l. 1 bölü 2 pi'lər getdi. Kök altılar da getdi. Qaldı k bölü m bərabərdir, j bölünsün l. Bizdən istədiyi şey uzunluğuydu. Buradan l tapıram. L bərabərdir. Ya da elə yerinə qoyum, elə hesablayayım, qarışmasın. K 8. M-i, bax, 400 qram verib. Bunun yerinə 0,4 kiloqram yazıram. Bərabərdir. J-ni 10 bölünsün L. Buradan L bərabərdir. 0,5 alıram. O da 50, bu metrlə də bizdə cavablarda 50 santimetrlə verib deyə 50 santimetr, yəni A variantını doğru cavab qəbul edə bilirəm. Topluda da bunun eynisi var idi. 43. İfadəsi ilə hansı fizik kəmiyyət təyin olunur? 2 W bölünsün fi. Bərabər yazdım. 2 qalsın yerində. W-nun yerinə fi, i bölünsün 2 yazıram. Fi də burada var. 2'lər getdi, fi'lər getdi. Bir dənə i qaldı. Yəni cərəyan şiddəti. Cavabımız B variantı olur. 44. İpə bağlamış cisim şaqül müstəvidə bərabər sürətlə fırladılır. Əgər N nöqtəsində ip qırılarsa, cisim hansı istiqamətdə hərəkət edər? Cisim hansı tərəfə doğru fırlanırsa, sürət orada o istiqamətdə, toxunan istiqamətdə yönəlir. Yəni, hal-hazırda saat əqrəbinin əks istiqamətində fırlanır, daha doğrusu saat əqrəbi istiqamətində fırlanır deyə, sürət də elə bütün nöqtələrdə toxunan istiqamətdə yönəlir. Bizə N lazım deyə N nöqtəsindəki toxunanı çəkdik. Yuxarıdakı lazım deyil. Bizə deyir, hansı istiqamətdə hərəkət eləyər? Elə sürət istiqamətində hərəkət eləyər. Yəni, cavabı C variantı qəbul edirəm. 45. Difraksiya qəfəsində 1 mm məsafədə 500 cizgi vardır. Qəfəsin tezliyi verilib, maksimumların ən böyük tərtibini hesablayın deyir. Deməli, maksimumların ən böyük tərtibi K bərabərdir. D bölünsün. Lambda düsturu ilə hesablanır. O da bərabərdir. Mən D-nin yerinə L bölünsün N yaza bilərəm. Lambdanın da yerinə tezlik verildiyinə görə tezliklə əlaqəli düsturu. Yəni, S bölünsün N-nü yaza bilərəm. Və salam gətireyim, hər şeyi yerinə qoyum, hesablayayım.
El 1 mm-dir. Bunun yerinə 10 üstü mənfi 3 metr yazıram. Vurulsun nü 6 vurulsun 10 üstü 14. Bölünsün n. 500 cizgi var deyir. 500 vurulsun 3 vur 10 üstü 8. Bərabərdir. Deməli bu 3 ilə bu 6 getdi. Burada qaldı 2. Bu 2 0. Bu da elədi 10 üstü 10. Burada da qaldı 10 üstü 4. Bu 10 üstü mənfi 3'ü də 4'ə vuranda burada qalır bir dənə 10. Deməli yuxarıda qaldı 20. Bax 2 10. Vurdum 20. Aşağıda da bir dənə 5'im qaldı. Böl 5 bərabərdir 4. Məsələn cavabımız C variantı. Hesablamaya çox takılmayın. Necə istəyirsiniz həll eləyin. Əsas odur axırda gəlib bu cavabı alacaqsınız. Əsas bax bura qədər olan hissədir. Deməli 45, 46. Verilmiş kütləli diaqaz bir halına 2 halına keçir. Hansı mülahizə doğrudur? Deməli, verilmiş kütləli qaz deyir. Bax, P, V böl T bərabərdir. Konstant yaza bilirəm. V sabitdir. Görürəm ki, P azalır. P azalırsa T də azalır. İndi daxili enerji 2-də 3 nü R T idi də. Demiş daxili enerjinin taleyini temperatur həll edir. Yəni buradakı temperatur əgər azalırsa, U da mütləq azalmalıdır. Yəni qazın daxili enerjisi azalır. C variantını götürürük. Yadda saxlayın, temperatur necə dəyişirsə, U da elə dəyişir. 47. Konturdakı cərəyan şiddəti verilib I. Maqnit seli verilib. Bizdə induktivliyi soruşur. Üçünü birləşdirən düstur fil düsturumuzdur. Fi bərabərdir I. O da bərabərdir. İnduktivliyi soruşur. Buradan L tapıram. L bərabərdir. Fi bölünsün I. O da bərabərdir. 0,6 bölü 3'dən 0,2 alıram. Cavabı B variantı götürürüm. 48. Kulon volt kilogram. Bərabərdir yazıram. Kök altında. Bax, kulon vurulsun volt nədir? QU. Baxıram QU hardan tanış gəlir mənə? Enerjinin düsturundan QU bölünsün 2-dən. Deməli, ona görə kulon vurulsun voltun yerinə enerjini, yəni joule yaza bilirəm. Joule bölünsün kilogram. İndi joule özü vahidi kimi açım. Kilogram vurulsun metr kvadrat bölünsün saniyənin kvadratı. Burada da bir dənə kilogram. Kilogramlar getdi. Bərabərdir. Metr bölünsün saniyə qaldı. Bu da nəyin vahididir? Sürətin. Məsələn, işin vahidi elə jouledur. Yəni kilogram vurulsun metr kvadrat bölünsün saniyə kvadrat. Elektrik tutumunun vahidi faraddır. Təcilin vahidi metr bölünsün saniyə kvadratıdır. Cərəyan şiddətinin də vahidi amperdir. Ona görə onlar olmur. 49. Quru termometrlərinin göstərişi eyni olan iki müxtəlif otaqda havanın nisbi rütubətləri 65-45%-dir. Eyler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Birinci otaqda, ikinci otaqda. 1. Quru termometrin göstərişi yaş termometrin göstərişindən böyükdür. Bu hər ikisinə aid olmalıdır. Çünki bax, F'nin faizlərini 65'də 45'dir. Bizə deyir ki, quru termometrin göstərişi yaş termometrin göstərişindən böyükdür. Deməli, bunu hər ikisinə aid eləyə bilirəm. Bunu yazdım ortaya. Otaqdakı su buxarı doymayan buxardır. Bu yenə hər ikisinə aid olmalıdır. Doyan buxar olsaydı rütubət faizə elə olmazdı. Doymayan buxar o deməkdir ki, yəni suya keçməyib də doymayan buxar o deməkdir. Yəni havada hələ su buxarı var. Otaqda mütləq rütubət daha böyükdür. Otaqda mütləq rütubət daha böyükdür. Rütubət faizi görürəm ki, birincidə daha böyükdür də. Bu o deməkdir ki, elə mütləq rütubət orada da böyükdür. Deməli 3 yazdım bura. Otaqda su buxarının parsial təzyiqi daha kiçikdir. Otaqda bu parsial təzyiq deyəndə elə belə görsel olaraq canlandırmaq istəsəniz gözünüzdə şey olaraq canlandıra bilərsiniz. Yəni otaqdakı qaz molekullarının, atomlarının divarlara vurduğu zərbələr. Bizə deyir ki, daha kiçikdir. Daha kiçik olması nəyə nəticə verir bizə, nə düşünməyə əsas verir? Onu düşünməyə əsas verir ki, deməli burada rütubət də daha azdır. Çünki əgər rütubət daha aşağıdırsa, oradakı su damlacıqları da daha azdır. Su damlacıqları daha azdırsa, o demək ki, təzyiq də daha kiçikdir. Yenə eyni nöqtəyə gəlir. Deməli 3 olmalıdır, 4, 1, 2 olmalıdır. Hə var. C variantı. C. 50.
Eyni cismin müxtəlif mayeləri saldıqda ipdə yaranan gərilmə qüvvələri arasındakı münasibət bu cürdür. Mayələrin sıxlıqları arasında münasibət doğrudur. Biri üstündə izah edeyim. Bax, biri aşağıya, ümumiyyətlə cismləri hamısını aşağıya mc dartır. Eyni cisimdir deyir deyə mlərini fərqləndirmirəm. Hamısını aşağıya mc, bunu da aşağıya mc dartır. Deməli, T'lərdə yuxarıya doğrudur. Bir də yuxarıya doğru F Arximed var. Çünki Arximed qüvvəsi demişdik, mayeni yuxarıya qaldırmağa çalışan qüvvədir. İndi bu yuxarılar aşağılara bərabər olmalıdır. Baxıram, oxun ucu yuxarı olan nə var? T'lər. Bir də F Arximedlər. Aşağıda nə var? mc bərabər olmalıdır. Bizdən deyir ki, mayələrin sıxlıqları arasında münasibət doğrudur. Mayenin sıxlığı nədir? Arximed qüvvəsi ilə bağlı olan bir şeydir də. Ona görə yazıram ki, mən bura F elə buradan T'ni tapım. T'lər arasında münasibət verilib. O şəkildə izah edeyim. mc minus F Arximed verilib. Dedik ki, F Arximedin yerinə də rho maye J V batan yazım. Rho maye J V batan yazdım. Bax, hamısının V'ləri eyni batıb, J'ləri eynidir, M'lər, J'lər də eynidir. Deməli, T rho maye ilə asılılığı bu şəkildədir ki, bax, T1 daha böyükdür, sonra T2, sonra T3. İndi rho mayeye baxın. Baxın, belə izah edeyim də. Məsələn, bu 10'dur. Sabit 10 qiyməti var. 10'dan bir var çıxım 3'ü, alım 7'ni. Bir də var 10'dan çıxım 4'ü, alım 6'nı. Bax, çıxdığım nə qədər çoxalırsa, aldığım o qədər azalır. Gördünüz? Bax, nə qədər çox şey çıxsam, o qədər azalıram. Yəni, biz ən az T3'də almışıqsa, deməli, ən çox orada çıxmışıq. Ona görə rho maye 3 ən böyükdür deyə bilirəm. Sonra 2, sonra da 1. Ona görə cavabımız A variantı olur. Bax, bir də izah edirəm. Şərtdə bizə deyirdi ki, T1, T2, sonra da T3'dür. T1 əgər ən böyükdürsə, deməli, rho maye ən kiçiyidir. T2'dir, sonra T3 gəlir. T3'də ən kiçikdirsə, ən kiçik burada qiymət almışamsa, deməli, ən böyük burada çıxmışam da, düzdür. Ona görə cavabı elə A variantı kimi götürdüm. Bərk cismin mütləq uzanmasının başlanğıc uzunluğuna nisbəti necə adlanır? Mütləq uzanmasının başlanğıc uzunluğuna nisbəti, yəni delta L'in E0'a nisbətini soruşur. Bunu nisbi uzanma olaraq götürmüşdük. Mütləq uzanmanın başlanğıc uzunluğuna nisbətini. Nisbi uzanma, belə. Çünki nisbətini soruşur da. Belə adından da yəni bilinir. Ona görə B variantını götürürük. 52. Düz xətt boyunca hərəkət edən cismin koordinatına zamanla asılı qrafiki verilmişdir. Hansı hissələrdə cismin kinetik enerjisi artır? Kinetik enerjinin düsturunu yazıram. M/V kvadrat bölünsün 2. Kinetik enerji artır deyir. Bax, kinetik enerji artırsa sürət də artır. Deməli, mənə sürətin artdığı, yəni yeyinləşən hərəkətin qrafiki lazımdır. Baxıram, indi harada yeyinləşmə var. Bax, 1 həqiqətən də parabolanın qoludur. 1 yarayır. 2'nin başında dönmə görürəm. Burada sürət 0'dır. Bu yaramadı. 3'ə baxıram. 3 yenə yeyinləşən hərəkətdir. Ona görə bunu da götürürəm. Cavabımız ona görə 2 və 3 olur. Yox, 1 və 3 olur daha doğrusu. Ona görə cavabımız Y variantı olur. 50, bu 52 idi. Keçirəm 53'ə. Sürətin zaman asılı qrafiki verilib. Əvəzləyici qüvvənin işi üçün istifadələr doğrudur. Əvəzləyici qüvvənin işi, bax, belə bir şey demişdik də. Yeyinləşən hərəkətdə böyük 0'dır. Yavaşlayan hərəkətdə kiçik 0'dır. V bərabər konstantandır. Yəni, düz xətti bərabər sürətli hərəkətdə bərabər 0'dır. Bu da hardan irəli gəlirdi? A-nın düsturundan delta Y kinetikdən. Bu nə deməkdir? Bax, mv kvadrat bölü 2 minus mv0 kvadrat bölünsün 2 deməkdir. Əgər bax, sonraki sürət daha böyüksə, həqiqətən də böyük bir şey alarsan. Amma sonraki sürətin daha kiçikdirsə, çıxanda, məsələn, sürətini azaldıb. Məsələn, yavaşlayan hərəkətdə niyə məhv olur, onu izah edirəm. Yavaşlayan hərəkət nə deməkdir? Sürətini azaldıb deməkdir. Yəni, məsələn, əvvəl 20 idi, sonra oldu 5. Deməli, sən son sürətdən başlanğıca çıxmalısın. Onda burada 5'in kvadratından 20'nin kvadratına çıxırsan. Gördün, həqiqətən mənfi bir şey almağın normaldır da. Ona görə, yəni bu düsturdan bu nəticəyə gəlirik. İndi gəlirəm uyğunlaşdırmağa. Bir hissəsinə baxıram, sürət azalır. Əvvəl müəyyən bir qiymət var idi, sonra azala-azala davam edir. Deməli, yavaşlayan hərəkətdə ona görə sürət mənfidir. İş mənfidir.
Bir hissəsində iş mənfi 3 yazdım. 2 hissəsində bax V konstantdır. Deməli 0-dır. 2 hissədə iş 0-dır. 3 hissəsində də sürət getdikcə artır. Artırsa yeyinləşən hərəkətdir. O deməkdir ki, 3 hissəsində iş müsbətdir. Ona görə cavab 2, 3 və 4 olur. 54. Buranı tez təmizləyim. Radioaktiv elementin 15 sutka ərzində nüvələrinin 8-də 7 hissəsi parçalandı. Bu elementin nüvələrinin 16-da 15 hissəsi neçə sutkaya parçalanar? Deməli, 8-də 7 hissəsi parçalanıbsa, 8-də 1 hissəsi qalıb. Burada da 16-da 15 hissəsini soruşursa, deməli 16-da 1 qalıb. İndi mən bu düsturdan istifadə edə bilərəm də. N bölünsün N0 bərabərdir 2 üstü mənfi T bölünsün T. Parçalananlar sayını buna görə tapırdıq. İndi birinci hala baxıram. Bunun yerinə yazıram 1 bölünsün 8 bərabərdir 2 üstü mənfi T bölünsün T. 1 bölünsün 8 nədir? 2 üstü mənfi 3-də 2 üstü mənfi 3 yazdım. Buradan bax. Buradan əsaslar bərabərdir. O deməkdir ki, üstlər də bərabərdir. Yəni, T bölünsün T bərabərdir 3 yazıram. Buradan bizə deyirdi ki, 15 sutka. 15 sutka. Deməli, T-nin yerinə 15 yazdım. 15 bölü T bərabərdir 3. Buradan T bərabərdir 5 tapdım. Bunu çərçivəliyim, qalsın burada. Bizə deyir ki, 16-da 15 hissəsində. Yenə eyni düsturu yazıram. Bax, N bölünsün N0 bərabərdir 2 üstü mənfi T bölünsün T. Bizə deyir, qalan hissə 16-da 1-dir. Bərabərdir 16-da 1 yazdım. 2 üstü mənfi T böl T bərabərdir. 16-da 1 nədir? 16 2 üstü 4-dür. Yuxarı qaldıranda 2 üstü mənfi 4 olaraq qalır. Yenə əsaslar bərabərdir deyə üstləri də bərabər götürə bilərəm. T böl T bərabərdir 4. Bax, T-ni də burada 5 almışıq. T də bərabərdir 4T. O da bərabərdir 4 vur 5-dən cavabı 20 alırıq. Deməli, 20 sutka ərzində parçalanır. Cavab elə 20. 55. Vakuum diodunda anodla katod arasındakı gərginlik 40 volt olarsa elektron hansı sürətlə anoda çatar? Burada işləri bərabər eləyə bilərik də. Bax, işin bir düsturu var. A bərabərdir QU-dur. Bunun yerinə YU da yaza bilərik. Bir də düsturumuz var. Delta Y kinetik. Yəni MV kvadrat bölü 2 minus MV0 kvadrat bölünsün 2. Bizə şərtdə bax, burada deyir ki, V0 0-dır. Bu isə 7 0-a. İndi bax, işin bir düsturunu tapdım. YU-dur. O birisi də MV kvadrat bölü 2-dir. Sollar bərabərdir. Sağları bərabərləşdirirəm. YU bərabərdir. MV kvadrat bölünsün 2-yə. Bizdən sürəti soruşurdu. Buradan sürəti tapım. V bərabərdir. Kök altında 2YU bölünsün M. Hər şeyi yerinə qoyum, hesablayın. Bərabərdir. Kök altında 2 vurulsun. Y bölünsün M nisbətini 2 vur 10 üstü 11 verib. 2 vur 10 üstü 11. Vurulsun. U-nun da qiymətini 40 vermişdi. Səfər eləməmsə, bəli 40. Bərabərdir. Bax, bu 2 vur 2. Bundan 2 çıxdı. Vurulsun. Bax, bu bir dənəsini bunun üstünə versəm 10 üstü 12 olur. Oradan 10 üstü 6 çıxır. 4 qaldı. Oradan da 2 çıxdı. Məsələn, deməli 4 vurulsun 10 üstü 6 metr böl saniyədir. Bizə deyir ki, bax, burada mega metr böl saniyəni ifadə edən, mega da elə 10 üstü 6 deməkdir. Bax, deməli, bu 4 vurulsun 10 üstü 6 metr bölünsün saniyədir. Bu da bərabərdir. 10 üstü 6-nın yerinə bir dənə mega yazıram. Mega metr bölünsün saniyə. Yəni, cavabımız yekunda 4 edir. Belə. 56. Havada yayılan 3 MHz tezlikli elektromaqnit dalğasının uzunluğunu hesablayın. Dalğa uzunluğunun düsturu deməli, S bərabərdir lambda nü-dən, lambda bərabərdir S bölü nü yaza bilirəm. Bərabərdir 3 vurulsun 10 üstü 8, nü-nün də yerinə 3 vurulsun mega 10 üstü 6 deməkdir. 10 üstü 6 yaza bilirəm. Bu ilə bu getdi və sonra cavab qaldı 100. 10 üstü 8, 10 üstü 6-ya böləndə üstlər çıxılır. 100. 57. Sabit maqnetin qüvvə xətlərindən biri təsvir edilmişdir. Verilmiş nöqtələrdə maqnit sahəsinin induksiya vektorunun istiqamətləri üçün hansı münasibət doğrudur? Biz bilirik N-dən S-ə doğru yönəlir. Bax, N-dən S-ə doğru hər yerdə. Deməli, bax, toxunan istiqamətdə, burada belə, burada sola, burada da yuxarıya olar. Deməli, K nöqtəsində hara oldu? Yuxarıya. D.
L nöqtəsində aşağıya C, M nöqtəsində sola B. Və sam CDB belə. DCB daha doğrusu. 58. K açarını açdıqda dəyişən cərəyan dövrəsinə qoşulmuş ampermetrin göstərişi necə dəyişər? Müvafiq düsturları yazmaqla cavabınızı əsaslandırın. K açarını açdıqda. Birinci, qapalı olan hala baxaq. Buraya yazıram qapalı. Bax, K açarı qapalıdır. Hər ikisi işləyir kondensatorların. Deməli, paralel birləşməmələr gətirir. Paralel birləşmədə də S-ləri toplayırıq. Yəni, qapalı olanda tutum 2S-yə bərabər idi. İndi deyir açdıqda. Bir də yazıram bura, açar açıqdır. Açar açıq olanda artıq yuxarıda burada boşluq əmələ gəlir deyə. Buradan ümumiyyətlə getmir. Oradan o kondensator işləmir. Cərəyan keçmir oradan. Aşağıdan bir dənə S-dən keçir deyə S yazdım. Deməli, açar açılanda S 2 dəfə azaldı. Bunu gördüm. İndi bizə deyir ki, qoşulmuş ampermetrin göstərişi necə dəyişir? Ampermetr kondensator olan dövrəyə qoşulub deyə göstərişini I, oradan yazmayayım, buradan yazım. Belə yaza bilərəm. I bərabərdir U bölünsün XS. O da bərabərdir U vurulsun XS-nin öz düsturu 1 bölünsün omega S-dir. Deməli, böləndə tərsinə vurulur. U omega S ala bilirəm. İndi buradan S-nin yuxarıda 2 dəfə azaldığını görmüşdüm. I də 2 dəfə azalır. I 2 dəfə azalırsa, o deməkdir ki, ampermetrin göstərişi də 2 dəfə azalar. 59. Çəkisiz link və blokdan ibarət sistem M1 kütləli yük asılıb sistemdən. Linkin üfüqi istiqaməti tarazlı qalması üçün ondan asılan ikinci cismin yerini və kütləsini müəyyən edin. Və burada 300 Newton var. Eyni ip, eyni gərilmədən burada da 300 var. Bu o deməkdir ki, yuxarıya ümumi 600 Newton var. Bax, bura ümumi 600 Newton var yuxarıya. İndi baxıram aşağıya. Deməli, yuxarıya 600 Newton var, aşağıya M1J ilə M2J var. Yuxarılar aşağılara bərabər olmalıdır deyə mən bu şəkildə yaza bilirəm. M1J üstəgəl M2J bərabərdir 600-ə. M1-i vermişdi 500. 50, deməli o 500 olmalıdır. Bunun yerinə yazıram. 500 üstəgəl 10 M2 bərabərdir 600-ə. 10 M2 bərabərdir 100-ə. M2 də bərabərdir 10-a. Məsələn, buradan gördüm ki, M2 10-dur. Deməli, bunun hələ ki kütləsini tapdım. 10 kiloqram. Bizdən kütləsini soruşurdu. İndi deyir ki, asıldığı yeri də tap. Asıldığı yeri də linkin tarazlıq şərtindən momentlər qaydasına görə tapa bilirəm. Bax, bunu bu istiqaməti fırlatmağa çalışır. Bu tərəfdəki hardan asılsa da belə fırlatmağa çalışır. Bunların qüvvə momentləri bərabər olmalıdır. Yəni, M1 bərabərdir, M2 olmalıdır. Yəni, F1 D1 Məmmədov Fərid düsturundan. F2 D2 bərabər olmalıdır. İndi F1-ə baxıram. 500-dür. Yazıram 500. Vurulsun D1 qolu nə qədərdir? Bax, 1. Bərabərdir. F2 nə qədərdir? 100. MJ-də 10-dur. Daha doğrusu 10-a da vururam 100. Vurulsun D2-ni bilmirəm. Onun qolunu tapmaq istəyirəm elə. Buradan D2 bərabərdir 5 tapıram. Deməli, mən bu 10-u qolu 5 olan yerdən asmalıyam ki, bu tarazlıqda qalsın. İndi baxıram harada 5. 1, 2, 3, 4, 5. Və ya belə də saya bilərsiniz. 1, 2, 3, 4, 5. Deməli, S nöqtəsinə asmalıyam. Və salam. Deməli, cavabımız S nöqtəsinə asılmalıdır. Kütləsi də 10 kiloqramdır. 60. Müvafiq şüalardan istifadə etməklə çökük sferik K güzgüsündə verilmiş cismə xəyalını qurun. Burada şəkil göstərilməyib. F, 2F, F, 2F. Nəticədə bu şəkildə olmalıdır. Cismi burada vermişdi 2F-də. Deməli, çökük linza üçün düsturu yazıram. 1 bölünsün F bərabərdir 1 bölünsün D üstəgəl 1 bölünsün F. Bax, bizə cisim məsafəsi nə idi? Cisimdən linzaya qədər olan məsafə. Deməli, cisim məsafəsini 2F verib. Ona görə bu şəkildə yazıram. 1 bölünsün F bərabərdir 1 bölünsün 2F 1 bölünsün 2F üstəgəl 1 böl F. Bax, buradan 1 böl F-i tapın. 1 bölünsün F bərabərdir 1 böl F minus 1 böl 2F-ə. O da bərabərdir
ortaq məxrəci gətirsəm 2f-də 1. Deməli, aldım ki, 1 bölünsün f bərabərdir 2f-də 1. Sürətlə bərabərdir, məxrəclər də bərabər olmalıdır. Deməli, f bərabərdir 2f. Bax, buradan alıram ki, xəyal 2f də alınmalıdır. Və 2 dənə şüa göndərsəm, bax, biri paralel göndərilməlidir. Sındıqdan sonra fokusdan keçməlidir. Çox oxşatmadım. Fokusdan keçməlidir. Keçmir. Keçdi. İkincisi də necə göndərəmsə o şəkildə də davam eləməlidir. İndi bu şüalar toqquşmalıydı. Bax, biri necə göndərdimsə o şəkildə də getdi. Digəri də elə getməlidir ki, bunlar toqquşsunlar 2f-də. Neyse, bunu tam halva əldə çəkəndə onsuz da düzgün alınır. Yəni cavab bu şəkildə olmalıdır. Özü boyda alınır, tərsinə çevrilmiş alınır, həqiqi xəyal alınır. Aşağıda da bu düsturları əgər izahda da yazmısınızsa daha da əla, yaxşı. Belə, ümid edirəm nəticələriniz yaxşı olar. İstədiyiniz yerə qəbul olarsınız. Olmasanız belə unutmayın ki, dəyərinizin imtahan nəticəsinə heç bir əlaqəsi yoxdur. Universitet tək şans deyil. Özünüzü doğrultmaq, özünüzü tapmaq, potensialınızı maksimumuna çatdırmaq üçün özünüzü. Belə, izlədiyiniz üçün təşəkkür edirəm. Sizə bol şans və uğurlar arzulayıram.